Gəlinin toy gecəsi bakirə olub olmamağının qaynanaya heç bir aidiyyatı yoxdur. Qaynatıya, baldıza, qayna heç kəsə heç bir aidiyyatı yoxdur. Gəlin bilər, bəy bilər. Yəni, ər-arvad arasında olan bir məsələdir ki, yalnız əri və arvadı narahat etməlidir. Yalnız onlara aid olmalıdır. Dünən axşam bir xanım mənə mesaj yazıb ki, bəs nişanlı olanda hər ikimizin istəyi ilə nişanlımla arada bir münasibətimiz oldu, birlikdə olduq. Amma toy gecəsi təbii ki, bakirə çıxmadım. Qaynanam, baldızım otağa girib dünyanı dağıdırdılar ki, gəlin bakirə çıxmadı. Yoldaşım susurdu. Anasının qorxusundan susub deyə bilmirdi ki, nişanlı vaxtı biz birlikdə olmuşuq. Axırda gördüm ki, qaynanam əlinə telefonu götürüb mənim anama zəng eləmək istəyir ki, gəlin qızınızı aparın. Onda məcbur qalıb qaynanama, hər kəsə dedim ki, bəs yoldaşımla nişanlı vaxtı aramızda bir münasibət olub. Və yoldaşıma da dedim ki, bir sən də dillən. Yoldaşım anasından qorxa-qorxa etiraf etdi ki, bu nişanlı vaxtı baş vermiş bir məsələdir. Yəni, baxın, 2025-ci ildir və biz hələ də bu mövzuları müzakirə edirik.